Hər vaxtınız xeyir əziz izləyicilər. Respublika qəzetinin 14 may 2025-ci il buraxılışı ilə bugün birgə tanış olacaq. Sizinlə mənəm, Ləman Təhməz. Bugünkü nömrəmiz 16 səhifədən ibarətdir. İlk səhifəmizdə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Milli Müdafiə Nazirini qəbul edib başlığı ilə məlumat yer alıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Türkiyə Respublikasının Milli Müdafiə Naziri Yaşar Güləri qəbul edib. Dövlətimizin başçısı İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə bağlı təbriklərini çatdıraraq bununla əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik etdiyini vurğuladı. Prezident İlham Əliyev Interfood Azərbaycan və Kaspiyan Agro sərgiləri ilə tanış olub başlığı ilə məlumat da ikinci səhifəmizdə dərc olunub. Mayın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Expo mərkəzində 30-cu yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi, Interfood Azərbaycan və 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Kaspiyan Agro sərgiləri ilə tanış oldu. Üçüncü səhifədə isə Prezident İlham Əliyev Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibini qəbul edib başlığı ilə məlumat yer alıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Məmişi qəbul edib. İqtisadi müstəqillik və dayanıqlı tərəqqidə sahibkarlığın rolu başlığı ilə isə 4-cü səhifəmizdə maraqlı bir yazı dərc olunub. Müasir Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını qoyan ümumilli lider Heydər Əliyev iqtisadiyyatın dayanıqlılığını təmin etməyi dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən etdi. Dahi liderin uzaq görən siyasəti nəticəsində ölkəmiz planlı Sovet iqtisadiyyatından müasir bazar iqtisadiyyatına uğurla keçdi. 5-ci səhifəmizdə isə ötən günün maraqlı məlumatları yer alıb ki, bunları diqqətinizə çatdırırıq. Bakıda Azərbaycan və Türkiyə Müdafiə Nazirləri görüşüb. Baş prokuror Qobustan rayonunda vətəndaşları qəbul edib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Akademiyası ilə BP arasında memorandum imzalanıb. Son olaraqsa Kaspiyan Agro 2025 sərgisi çərçivəsində 2-ci Beynəlxalq Aqrar İnnovasiya Forumu. Qəzetimizin 6-cı səhifəsində isə günün siyasi nəbzi tutulub. Bu səhifədə Vyetnam-Azərbaycan əlaqələri nəsr olunmuş, Azərbaycan-Vyetnam münasibətləri, yeni mərhələyə doğru inamlı addım başlıqlı məqalə dərc olunub. Azərbaycan və Vyetnam coğrafi baxımdan uzaq məsafələrdə yerləşsələr də, iki ölkə arasında zamanın sınağından çıxmış sarsılmaz dostluq telləri mövcuddur. Bu iki xalqı birləşdirən münasibət diplomatik əlaqələrin rəsmi xəritəsindən əlavə olaraq həm də keçmişin keçməkeşli yollarından keçib bugünə uzanan dəyərli bir irsdir. 66 illik tarixi olan Azərbaycan-Vyetnam dostluğu əslində xalqlarımızın bir-birinə olan etimadının və qarşılıqlı hörmətinin təcəssümüdür. Terrorsuz Türkiyə, regional təhlükəsizlik və qlobal sabitlik strategiyası başlığı ilə 7-ci səhifəmizdə hadisələr kontekstində rubrikasında məqalə yer alıb. PKK-nın yaydığı açıqlamada diqqət çəkən məqamlardan biri Türkiyə Böyük Millət Məclisinin gələcək sülh prosesində əsas rol oynamasına dair vurğuları idi. Qruplaşma öz bəyanatında təkcə hökuməti deyil, müxalifət partiyalarını, vətəndaş cəmiyyət təşkilatlarını, dini icmaları, mətbuat orqanlarını, ziyalılar və fəhlə təşkilatlarını demokratik sülh prosesinə dəstək verməyə çağırdı. ABŞ və Çin arasında tariflərin yumşaldılması beynəlxalq ticarət üçün yeni mərhələ. Bu yazıda 8-ci səhifəmizdə dərc olunub. Donald Trump administrasiyasının sərt proteksionist siyasətindən sonra yaranmış gərginlik qlobal ticarət zəncirlərində ciddi dalğalanmalara səbəb olub. ABŞ tərəfindən tətbiq edilən yüksək tariflər Çinin ixrac potensialına, əvəzində isə Çinin cavab tədbirləri ABŞ istehsalçılarına təsir göstərir. Ermənistan növbəti böhrana sürüklənir başlığı ilə isə 9-cu səhifəmizdə məqalə yer alıb. Son aylarda Ermənistanda siyasi baxışlarına görə həbs edilənlərin sayının artması, məhkəmə qərarlarının müstəqilliyinə ciddi şübhələrin yaranması və hüquq mühafizə orqanlarının müxalifətə qarşı bir alət kimi istifadə olunması ölkədə demokratik institutların ciddi zərbə aldığını təsdiqləyir. Bir günlük hakimiyyətin aqibəti başlığı ilə 10-cu səhifəmizdə məqalə yer alıb. 1992-ci ilin mayında Azərbaycanın paytaxtı Bakı şəhərində baş verən təlatümlü hadisələrdən 33 il keçir. 1992-ci ilin martında prezident vəzifəsindən istefa edən Ayaz Mütəllibov mayın 14-də ətrafına güc toplayaraq geri dönmüş və Ali Sovetin tribunasından özünü prezident elan etmişdi. Ayaz Mütəllibovun istefası və bir günlük qayıdışı həmin ilin 5 ayını ciddi sürprizlərlə yaşayan cəmiyyət üçün gözlənilməz olmuşdu. Pakistanın real həmlələri bahalı vitrin məhsullarını iflas etdirdi başlığı ilə isə 11-ci səhifəmizdə maraqlı bir yazı dərc olunub. May ayında baş verən Hindistan-Pakistan qarşıdurması regional güc balansına dair illərlə formalaşmış təsəvvürləri sarsıtdı və müasir müharibələrin mahiyyəti ilə bağlı qlobal müzakirələrə yeni perspektivlər gətirdi. Bu qarşıdurma yalnız texnoloji silahların deyil, həm də strateji planlama, operativ çeviklik, kəşfiyyat üstünlüyü və real döyüş şəraitində komandanın qərar vermə bacarığının müharibənin taleyini necə dəyişdirəcəyini göstərdi. 12-ci səhifəmiz isə iqtisadiyyat xəbərləri nəsr olunub ki, buradakı yazıların başlıqlarını diqqətinizə çatdırırıq. 1600 manata dək artırılan müavinət kimlərə ödənilir?
Ümumdaxili məhsul istehsalı artıb. 20 milyard manatlıq sənaye məhsulu və əsas kapitalda 5069.3 milyon manat məbləğində investisiyalar yönəldilib. 13-cü səhifəmizdəki mədəniyyət rubrikasında isə Azərbaycan Milli Kino Günü ilə bağlı yazı dərc olunub. Sovet İttifaqı süqut etdikdən sonra Azərbaycanda kinonun tarixi 1916-cı ildə ekranlara çıxmış Neft və Milyonlar Səltənətində adlı 2 seriyalı bədii filmin nümayiş nəticəsində 14 mayda qeyd olunmağa başlamışdı. Filmin birinci seriyası 1916-cı ilin mayın 14-də, ikinci seriyası isə mayın 27-sində göstərilmişdi. Filmin orijinal nüsxəsi bugünə qədər qorunub saxlanmasa da, onun haqqında olan prospekt, film haqqında yazılmış reklam vərəqi hələ də Mirzə Fətəli Axundzadə adına kitabxanada nadir nüsxələr bölməsində saxlanılır. Geomühəndislik texnologiyaları qlobal istiləşməyə qarşı başlığı ilə isə 14-cü səhifədə yazı yer alıb. Qlobal iqlim dəyişmələri orta illik temperaturun yüksəlməsi ilə ekstremal təbiət hadisələrinin sayının artması və bunun səbəb olduğu problemlər dünya iqtisadiyyatına və siyasətinə nəzərə çarpacaq dərəcədə təsir göstərir. Dünya Bugün xəbərlər rubrikasında son 24 saatın maraqlı məlumatları isə 15-ci səhifəmizdə verilib. Ətraflı tanış olmaq üçün bu səhifəmizə nəzər yetirə bilərsiniz. Beləliklə, bugünkü nömrəmizin son səhifəsi də hava haqqında məlumatla yekunlaşır. Bizim sizə bugünlük çatdıracaqlarımız bu qədər idi. Daha çox məlumat almaq üçün qəzetimizi izləməyi unutmayın.